Bu ekspertlər professionallıqdan uzaq olduqlarına görə heç bir səhvlərini etiraf eləmirlər və bax, buradakı kimi gülünc vəziyyətə düşürlər. Məhəmməd Tahirin Vahidin vəzir deyil, o katib vəzifəsində, orada tarixçi vəzifəsində çalışması ola bilər. Amma mən də bir elmi mənbə araşdırmışam. Bu, deməli, Cambridge nəşrləri var. Cambridge nəşrlərində 6-cı cilddə səhifəsi ilə qeyd edirəm. 353-cü səhifədə Cambridge History of Iran nəşridir bu. Yəni, Britaniyanın ən məşhur nəşrlərindən biridir. Orada qeyd edir ki, Məhəmməd Tahir Vahid 2-ci Abbasın vəziri olmuşdur. Yəni, bunu faktına... Mərkəzinin ixtiyarı yoxdur ki, o. Desin ki, o ekspert bunu təsdiq edir ki, düzdür. Mən deyim ki, o səhvdir. 25 may 2025-ci il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanları bitsə də, onun tarix sualları üzərindəki qalmaqallar bitmək bilmir. Bəziləri 3 sualın səhv olduğunu bildirirlər, bəziləri isə 5 sualın. Dövlət İmtahan Mərkəzi isə heç bir sualın səhv olmadığını deyir. Bəs görəsən, əsl həqiqət nədir? Doğrudan mı suallarda səhvlər vardır? Bu videoda biz bunu araşdıracağıq. Mən Samir Bəşirli, siz Tarix Hasan İzadda kanalındasınız. Ekrana yaxın əyləşin. Hazırsınızsa başladıq. Məni tanıyanlar və kanalımın stajlı izləyiciləri bilirlər ki, mən Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin ekspertləri haqqında, bunlar elə eyni adamlardırlar, əsl fikrim nədir? Mən 2022-ci ildə onlar haqqında fikrimi bildirmişəm, ondan bu yana da fikrimi bildirməkdəyim. 2022-ci ildə may ayı imtahanında 57-ci sualın cavabının səhv götürülməsi ilə bağlı mən hər yerdə çağırışlar elədim. Dövlət İmtahan Mərkəzinin özünə şəxsən Məleykə xanıma ərizə yazdım və Dövlət İmtahan Mərkəzindən mənə ekspertlər tərəfindən biabırçı və savadsız cavab gəldi. Ondan sonra mən bu ekspertlərin hansı bilik səviyyəsinə malik olduğunu özüm üçün müəyyənləşdirmişəm. 2021, 22, 23 bu illərdə Təhsil Nazirliyinin ekspertləri ilə də MİQ imtahanına düşən səhv suallarla bağlı müharibələrim olub, sözün əsl mənasında. Və həmin vaxt mən meydanda tək idim. Lakin mübarizəmi axıra qədər apardım. Hə, onu da qeyd edeyim ki, Dövlət İmtahan Mərkəzi mənə etiraf eləməsə də, amma öz səhvini başa düşmüşdür. Və niyə? Çünki həmin sual Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılan toplularda məhz mən dediyim formada çap olunmuşdur. Bundan biz bu qənaətə gəldik ki, Dövlət İmtahan Mərkəzinin ekspertləri bu kitabda yoxdur prinsipi ilə tarixi öyrənən və onu tətbiq edən şəxslərdir. Yəni, bu şəxslər ancaq əzbərçilik metoduna əsasən öz tələbələrinə də dərsləri öyrədir və məntiqi nəticə çıxarda bilmirlər. Ona görə də mən də öz tələbələrimə dərs keçərkən bunu nəzərə almalarını və suallara cavab axtararkən düzgün cavabı yox, məhz uyğun cavabı tapmalarını tapşırıram. Yeri gəlmişkən, əgər bu metod sizin üçün maraqlıdırsa, şərh bölməsində qeyd edə bilərsiniz. Yeri gəlmişkən, bu demək deyil ki, mən onlara qarşı mübarizəmi dayandırmışam. Mən bu işin hüquqi şəkildə aparılmasını istəyirəm və əlimdən gələni eləyəcəm ki, istəyir Dövlət İmtahan Mərkəzindən, istəyir Təhsil Nazirliyindən bu tip ekspertlər yığışdırılsın və ora sağlam, adekvat adamlar geçsin. Yenə də deyirəm, o demək deyil ki, Dövlət İmtahan Mərkəzində və Təhsil Nazirliyində olan bütün ekspertlər bu səviyyədədir. Xeyr, mən onu düşünmürəm. Lakin görünən odur ki, əksəriyyəti bu formadadır. İsə keçək suallara. Haşiyə olaraq bildirim ki, mən Dövlət İmtahan Mərkəzi tərəfindən marker kimi fəaliyyət göstərmək üçün dəvət almışam və bu dəvəti böyük məmnuniyyətlə qəbul etmişəm. Necə ki, mən, eləcə də digər müəllimlər də DİM-in situasiya suallarını yoxlayırlar və eləcə də bugün sosial şəbəkələrdə, telekanallarda tarix suallarının səhv olduğu ilə bağlı statuslar paylaşan, çıxışlar edən şəxslər də DİM-lə əməkdaşlıq edirlər. Lakin bu, DİM eksperti olmaq demək deyil. Bunu da mən sizə qeyd edeyim. Mən əslində bu məsələyə münasibət bildirmək istəmirdim. Çünki həddindən artıq işlərimiz çoxdur. Hazırlıqlar, Dövlət İmtahan Mərkəzi imtahanının 2-ci mərhələsinin hazırlıqları, MİQ imtahan hazırlıqları bizdə demək olar ki, vaxt yoxdur. Lakin bununla bağlı sosial şəbəkələrdə xeyli yazıların olduğunu, mənə də həm videoların altında, həm də öz tələbələrim tərəfindən suallar verildiyini gördükdən sonra düşündüm ki, bu məsələnin obyektiv araşdırmasına ehtiyac var.
Beləliklə, onu da bildirim ki, sizə o sualların səhv olduğunu bildirən şəxslərin özləri də 2022-ci ildə mənə qarşı çıxmışdılar. O sualların 2022-ci ildə 57-ci sualın müzakirəsi zamanı din ekspertlərinə haqq verirdilər. Amma siz deyə bilərsiniz ki, bəs ola bilməzmi ki, bu adamlar düz deyirlər, suallarda səhv var. Gəlin bunu birlikdə araşdıraq. Beləliklə, birinci sual 53-cü sual idi. 53-cü sualda nə deyir? Deyir ki, elm və mədəniyyət xadimlərinin fəaliyyətinə aid olan doğru sıraları müəyyən edin. Həsən bəy Rumlu qabağında yazıb 15-ci əsrdə yaşamış məşhur tarixçidir. Ümumiyyətcə, belə bir şey deyim ki, sualın özündə də biraz qeyri-korrektivlik var. Çünki baxın, İskəndər bəy Münşinin hərbi yürüşlərdə iştirak etməsi deyir. Bunun mədəniyyətə nə aidiyyatı var? Heç bir aidiyyatı yoxdur. Elə bu göstərir ki, bu sual göstərilən standartlara cavab vermir. Şagirdlərdə bilik və bacarığı yoxlamağa uyğun gəlmir. Elə bunun özü böyük minusdur. Sonra burada ən çox üçüncü sualın, yəni Məhəmməd Tahir Vahidin 2-ci Abbasın vəziri olması məsələsi gündəmə gəldi, mübahisə mövzusu oldu və bildiyiniz kimi, əgər baxmısınızsa, Sabahı saxlamayaq verilişində Dövlət İmtahan Mərkəzi tərəfindən çıxan ekspert özünü çox gülünc vəziyyətə qoydu. Vəziyyətdən çıxmaq üçün Cambridge nəşrlərinin məlumatlarını göstərdi. Lakin sonra məlum oldu ki, heç o nəşrdə də onun dediyi kimi göstərilmir. Tamamilə səhv məlumat verib ictimaiyyətə. Və biz indi gəlin baxaq. Əslinə qalsa bizim istinad nöqtəmiz dərslikdir. Çünki Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan Abituriyent jurnalının 2-ci hissəsində bizə konkret ədəbiyyat siyahısı verilib və o ədəbiyyat siyahısı ilə də biz dərsləri oxuyub biz imtahana hazırlaşırıq. Yəni, hər hansısa bir vəsait, hər hansısa bir ümumiləşdirici dərslik bizim üçün önəmli ola bilməz. Bizim istinad nöqtəmiz nədir? Bizim istinad nöqtəmiz dərsliklərdir. Və indi gəlin qüvvədə olan 8-ci sinif dərsliyinə baxaq. 8-ci sinif dərsliyində görək necə yazılıb bu. 8-ci sinif dərsliyində həmin o verilişdə deyildiyi kimi biz görürük ki, Məhəmməd Tahir Vahid Tarix Vahid əsərini baxın, həmin o hissə buradan düşüb, bu mövzudan düşüb. Burada isə biz baxırıq. İskəndər bəy Münşi Şah 1-ci Abbasın sarayında dəftərxana katibi olub. Aha. Sonra baxaq burada. Şah 2-ci Abbasın baş tarixçisi təyin edilmiş. Sonra isə baş vəzir vəzifəsinə qədər yüksəlmişdir. Aha. Burada yazıb ki, Şah 2-ci Abbasın baş tarixçisi təyin edilib. İndi baxaq digər səhifəyə. Digər səhifədə isə deyir ki, Şah Süleymanın hakimiyyəti dövründə baş vəzir olmuşdur. Yəni, bu sual çox mübahisəli sualdır. Burada bir mənalı səhv olmasa da, lakin çox mübahisəli sualdır. Yəni, iki başlı sualdır. İki başlı suallar isə din imtahanına salmaq doğru deyil. Baxın, cümlənin birini oxuyuram. Deyir ki, Şah 2-ci Abbasın baş tarixçisi təyin edilmiş, sonra isə baş vəzir vəzifəsinə qədər yüksəlmiş. O sonra nə vaxtdır? Bilinmir. Bu qeyri-müəyyən cümlədir. Birinci cümlədə isə qeyd olunub ki, Şah Süleymanın dövründə baş vəzir olmuşdur. Yəni, olmuşdur o deməkdir ki, yəni ola bilər ki, 2-ci Abbasın dövründən başlayıb, sonra Süleymanın da dövründə baş vəzir olmağa davam edib. Bu da ola bilər. 2-ci Abbasın da dövründə baş vəzir ola bilər. Yəni, bu da ola bilər, bu da ola bilər. İki başlı sualdır. Ya imtahana belə iki başlı sualların salınması düzgün deyil. Düzgün deyil belə sualların salınması. Ona görə də bu sual mübahisəli sual olduğu üçün hesab edirəm ki, din bu sualı düzəltməlidir. Bu videonun montaja getdiyi vaxtlarda xəbər aldıq ki, din həmin sualı şagirdlərin xeyrinə götürmüşdür. Hər birinizi və bu işdə əməyi keçən hər kəsi təbrik edirəm. Qaydırıq yenidən həmin suala, bir də baxırıq. Baxın,
Belə variantlarda biz həmişə müəllifin fikrinə girməyə çalışmalıyıq. Belə suallarda çıxdaş üsulundan biz bu suallara da tapmağa üstünlük verməliyik. Yəni biz dəqiq bilirik ki, Həsən bəy Rumlu 15-ci əsrdə yaşamış tarixçi deyil. Kəmaləddin Behzadın da Maraqlı Rəsədxanasına astronom kimi çalışmayıb. Yəni bu da səhvdir. O zaman bizdə 2 ilə 3 qalacaq. 2 ilə 3 qalır və biz də bunu götürməliyik. Amma yenə də deyirəm, bu sual metodiki cəhətdən səhv olduğuna görə, verilən standartı yoxlamadığına görə silinməlidir. Həmçinin bu barədə məlumat da dərslikdə düzgün verilməyib. Düzgün, dəqiq məlumat olmadığına görə belə sual salmaq düzgün deyil. Belə sual salmaq düzgün deyil. Burada yəni 2-ci Abbasın vəziri olması məsələsi problemli məsələdir. Ona görə 53-cü sual düzəldilməlidir. Bununla bağlı İrad haqlıdır. Amma yenə də mən sizə xahiş edirəm, hamıdan xahiş edirəm ki, növbəti imtahanda da heç vaxt düzgün cavab axtarmayın. Həmişə uyğun cavabı tapmağa çalışın. Bu halda sizin səhvləriniz demək olar ki, olmayacaq. Keçdik növbəti suala. Növbəti sual burada AXC ilə bağlı sual idi. AXC ilə bağlı sualda deyilir ki, AXC-nin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətlərini müəyyən edin. Ümumi cəhətlərini. Baxın, bir də nə deyir? Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi. Bu, Tiflis dövründə də olub, Bakı dövründə də olub. Biz biri seçirik. Qanunverici orqanın parlament Bakı dövründə idi. Biz ikini seçmirik. Aha, bax, mübahisə yaradan şey burada ikinci variant idi. Qonşu dövlətlərlə hərbi əməkdaşlıq. Bir sıra yoldaşlar deyirlər ki, əməkdaşlıq, yəni Batum müqaviləsində yoxdur. Deyirlər ki, əməkdaşlıq, xüsusən də hərbi əməkdaşlıq Batum müqaviləsində yoxdur. İndi sual vermək istəyirəm onlara. Əməkdaşlıq nədir? Siz də şərhlərdə öz fikirlərinizi yazın. Əməkdaşlıq nədir? Əməkdaşlıq iki nəfərin birlikdə bir işi görməsidir. Məsələn, mən sizlə bir yerdə bir iş görürəmsə, hər hansısa bir iş, fərqi yoxdur. Mən sizlə əməkdaşlıq edirəm. Şərt deyil ki, burada mən sizə kömək edeyim. Xeyr, ola bilər siz mənə kömək edirsiniz. Lakin əsas odur ki, biz bir işi bir yerdə görürük. Bir işi bir yerdə görürük. Bu barədə izahlı lüğətə də baxsaz və yaxud da Google-da axtarış da versəz, mənim dediyimin düz olduğunu görəcəksiniz. Ona görə də bu sual düzdür. Çünki Tiflis dövründə Batum müqaviləsinə əsasən Azərbaycan Osmanlı ilə hərbi əməkdaşlıq eləməli idi. Bu 100%dir. Çünki Batum müqaviləsi kitabda da yazıb. Buyurun, həmin o müqaviləyə bir yerdə baxaq. Batum müqaviləsi, buyurun, 11-ci sinif dərsliyi. Burada yazır ki, 1918-ci ilin iyunun 4-də müstəqil dövlətin tarixində ilk dəfə AXC hökumətinin Osmanlı dövləti ilə Batumda imzaladığı müqavilədə hər iki dövlət arasında daimi sülh və möhkəm dostluğun yaradılacağı əks olundu. AXC bu müqavilələri imzalamaqla Osmanlı dövləti ilə əslində müttəfiqlik münasibəti qurdu. Müttəfiqlik münasibəti içərisində hərbi əməkdaşlığı da ehtiva edir. Sadəcə, mən bayaqları dedim, kitabda yoxdur prinsipi ilə yanaşan şəxslər bunu səhv götürürlər. Amma düzdür, məntiqi nəticə çıxartmağı bacarmaq lazımdır. Məntiqi nəticə çıxardan adamlar mütləq imtahanda da uğur qazana bilirlər. Bu da aydın oldu ki, səhv sual deyil. İndi gələk situasiya sualına. Görək situasiya sualına nə deyir? Situasiya sualına baxaq. 1970-ci illərdə ərəb ölkələri yenidən müttəfiq kimi ümumi düşmənə qarşı birləşib müharibəyə başladılar. Neftin qiymətinin 4 dəfə artması və dünyada iqtisadi böhranın yaratdığı çətinliklər İsrail və müttəfiqlərini danışıqlara getməyə məcbur etdi. Onlar eyni zamanda qarşı tərəfin qüvvələrini parçalamaq istəyirdilər. İsrail və müttəfiqləri bu məqsədi Camp Daviddə imzalanmış sazişlə həyata keçirməyə nail oldular. Aha, sual nədir? Bunlar 59-cu sualı mübahisələndirirlər. Deyir ki, Məmmədə bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını, bax bunun altından gəlin xətt çəkək, beynəlxalq miqyas aldığını göstərən, mənbədə verilməyən siyasi və iqtisadi hər birinə aid bir amili yazın.
Bəli, çox çaşdırıcıdır. Lakin biz bilirik ki, tarixi biliklərimizdən bu 1973-cü il Qiyamət günü savaşıdır. Yəni İsraillə Ərəb ölkələri arasında baş verən savaş, hansı ki, onun əvvəlində Ərəb ölkələri uğur qazanırlar, lakin sonra İsrail nəzarətə götürür, vəziyyəti nəzarətinə götürür və ard-arda onları məğlub edir. Kitabda iqtisadi amil kimi Ərəb ölkələrinin neft şoku yaradaraq dünya ölkələrinə və eləcə də İsrailə müharibəni dayandırmaq üçün təsir etmək üçün təzyiq göstərmələrinə çalışması qeyd olunub. Neft şoku, neftdən təsir amili kimi istifadə, yəni iqtisadi amildən, iqtisadi neft amilindən İsrailə təsir amili kimi ilk dəfə istifadə bu müharibədə olub və bundan sonra neftin qiyməti qalxıb. Aha, deməli burada cavab olmalı idi siyasi amilə, ABŞ-ın İsrailə, SSR-nin Ərəb ölkələrinə kömək etməsi, iqtisadi amil isə bunlar ola bilərdi. Neft şoku, Ərəb ölkələrinin dünyaya neft şoku yaşatması. Neft şoku nə deməkdir? Bunu da bilək. Neft şoku o deməkdir ki, bir var süni şəkildə qiymət qaldırılır, bir də var təbii şəkildə. Təbii şəkildə o deməkdir ki, neft hasilatı ümumiyyətcə azalır. Ölkələr nefti ixrac eləmək imkanından məhrum olurlar. Neft qıtlığı yarandığına görə dünyada neftin qiyməti qalxır. Bu təbii səbəbdir. Bir də var ki, Ərəb ölkələri həmin vaxt qəsdən neftin qiymətini salmışdılar və neft şoku yaşadırdılar dünyaya. Və bu da neftin qiymətinin qalxmasına səbəb olmuşdu. Dünyada iqtisadi böhrana səbəb olmuşdu. İsrailə də bu böhran çox güclü təsir edildiyinə görə İsrail Ərəb ölkələri ilə razılaşmalı oldu. İndi bəziləri deyir ki, burada neftin adı çəkilib. Yəni mənbədə neftin adı çəkilib. Nə deyir orada? Deyir ki, neft qiymətinin 4 dəfə artması dünyada iqtisadi böhran yaratdığı çətinliklər. Mən razıyam, neftin qiyməti çəkilib, lakin axı cavab o deyil, neftin qiymətinin 4 dəfə artması. O yazılsaydı səhv götürüləcəkdi. Necə ki, mən Dövlət İmtahan Mərkəzinin suallarını yoxlayanda, situasiya suallarını yoxlayanda, orada meyarlarda neftin qiymətinin qaldırılması səhv götürülmüşdür. Və üstəlik də ki, bu sualı əksər abituriyentlər, çoxu, mənim yəni qabağıma çıxan çoxu düz cavablandırmışdır. Yəni məntiqi nəticə yürüdərək, zaten orada başqa cavab yoxdur. Yəni bu sualı düz cavablandırmışdılar. O deməkdir ki, bu sualda problem olmayıb abituriyentlər üçün. Üstəlik, neft şoku sözü mənbədə yoxdur. Mənbədə olmayan bir cümləni yazmaq problem yoxdur. Yəni adamlar situasiya suallarının nə cür tərtib olunduğunu, ona cavabın necə olmalı olduğunu hələ tam dərk edə bilməyiblər. Burada neftin qiymətinin qalxması yazır, düzdür. Amma onu ola bilərdi bəlkə təbii şəkildə qalxsın və yaxud da ki, heç yəni çox səbəblərdən ola bilərdi neftin qiymətinin qalxması. Amma bizə lazım olan cavab Ərəb ölkələrinin neftin qiymətinin qaldırması, Ərəb ölkələrinin neftdən təsir vasitəsi kimi istifadə etməsi. Bax, bu cavablar olmalı idi orada. Düzdür, çaşdırıcı sualdır, razıyam. Çətindir, razıyam. Hətta mən də ilk dəfə bu sualı oxuyanda az qala özüm də çaşırdım. İlk dəfə mən bu sualı izah eləməyə çalışanda videoda düşüb az qala özüm belə çaşırdım. Lakin diqqətlə baxanda cavab verə bilirsən. Zaten orada başqa cavab yoxdur. Başqa hansı cavab ola bilər ki? Bilirsənsə onu yazmalısan. Mən bundan razıyam ki, bu suallar standartlara uyğun tərtib olunmayıb. Bununla bağlı irad bildirənlər mən razıyam. Bu suallar diferensiallaşdırma bu suallarda düzgün olmayıb. Yəni çətin suallar burada daha çoxluq təşkil edib. Bundan da razıyam. Amma sualların səhv olması fikri ilə razı deyiləm. Yuxarıda qeyd elədim. Beləliklə 53-cü sual həqiqətən də dəyişdirilməlidir. Yəni o sualın cavabı hamı üçün düzgün götürülməlidir. Çünki o sual dərsliyə uyğun deyil. O sualın cavabı dərslikdə bir mənalı verilməyib. İki başlı sualları isə testə salmaq olmaz. Mənim 2022-ci ildən apardığım mübarizənin də məqsədi budur. Lakin digər suallar, AXC ilə bağlı sual səhv deyil. 59-cu sual o da səhv deyil. Yəni bu sualları düzəltməyə ehtiyac yoxdur. Əgər bu məntiqlə yanaşsaq və millətin hissindən oynayıb
özümüzə xal qazanmağa çalışsaq, o zaman digərləri də digər sualları deyəcəklər. Məsələn, niyə bu sualı düzəltməyək? Burada məsələn, bax bu sual, 55-ci sual. Niyə bu sualı düzəltməyək? Bunu da deyirlər. Deyirlər ki, fransız hərbi qüvvələri ilə mübarizə aparmayıb 1-ci Nikolay. Onu da deyənlər var. Bəs onda onu da düzəldək. Halbuki Krım müharibəsində mübarizə aparıb. Krım müharibəsində 1-ci Nikolay. Deyirlər ki, o Krım müharibəsi Osmanlı ilə idi. Xeyr, müttəfiqlər birləşib Rusiyaya qarşı mübarizə aparırdılar. Sonra, məsələn, bax bu 47-ci sualı niyə düzəltməyək bəs onda biz? Tutaq ki, 47-də görün nə deyir? Deyir, Eldəniz hökmdarı Qızıl Arslan fəaliyyəti üçün xarakterik deyil. Hə, biri deyə bilər ki, Şirvanşahları adı nədir? Şəmsəddin Eldəniz asılığa salıb. Bu salmayıb ki. Bunu da deyə bilərlər. Ondan sonra o birilər də deyəcək ki, məsələn, nəyi deyəcəklər orada? E, deyəcəklər ki, məsələn, burada hansı suala baxaq burada? İstənilən bir suala. Hə, məsələn bu suala. Burada baxacaqlar, deyəcəklər ki, 70-ci il kəndi əsasnaməsi 47-ci il əsasnaməsindən fərqli olaraq malcəhət vergisinin ödənilməsi e, və yaxud da ki, 5-də kəndlərə yararlı torpaq payının ayrılması. Hə, 47-dən fərqli olaraq həqiqətən də 70-ci ildə yararlı torpaq ayrılırdı da. Hərə bir söz deyəcək. Hərə bir söz deyəcək orada. Yəni bu nə dərəcədə sizcə məntiqlidir ki, elə hər səhv suala görə orada imtahanın suallarını dəyişmək və yaxud da ki, düzəlməyini tələb eləmək. Hər sualı bütün abituriyentlər düzmü yazmalıdır? Ki, niyə düz yazmalıdır bütün abituriyentlər hər sualı? Ki, sizin belə bir sual, yəni 27, 28, 29 yazanlarınızın sayı çoxmu olsun? Yəni buna görə mi siz istəyirsiniz? Yoxsa nəyə görə istəyirsiniz? Yəni bu məntiqsiz yanaşmadır. Başa düşürsünüzmü? Bu biraz məntiqsiz yanaşmadır. Hər suala o cür mız qoymaq olar. Əsas odur ki, o sual özü düz olsun. Yəni sualın düzlüyünə və səhvliyinə irad bildiririksə, bunu əsaslandırmalıyıq. Necə ki, 53-cü sualda əsaslandırmışdınız, onu mən də deyirəm. Lakin digər suallarda bu suallar səhv deyil. Bəli, çətin sualdır. Bəli, standartlara uyğun olmayan sualdır. Lakin səhv sual deyil. Orada səhv sual yoxdur. Bəs yaxşı, bu imtahanla bağlı mənim iradlarım varmı? Bayaq da dediyim kimi var. Çoxdur iradlarım. Bunu mən bildirmişəm də. Bir daha da bildirirəm. Bu imtahan indiyə qədər olan ən çətin imtahan idi. Adət olunmamış suallar çox idi burada. Və çox dərinliyə getmişdilər. Həddindən artıq bu qədər dərinliyə getməyə ehtiyac yoxdur. Yəni bu dərəcədə dərinlik. Düzdür, başa düşürəm. Buraxılış imtahanı çətin olub. Cənablar, istəmirsiniz ki, bu imtahanda buraxılış imtahanı asan da olub. İstəmirsiniz ki, bu imtahanı çətin eləyəsiniz ki, e, yəni uyğunluq yarada biləsiniz ballarda. Lakin bu düzgün deyil. Bu düzgün yanaşma deyil. Ya hamısını çətin eləyin. Düzgün savadlı uşaqlar getsinlər, girsinlər universitetə. Digərləri qalsın və öz balına görə universitetə girsinlər. Onda da repetitorların çörəyinə bais olacaqsınız. Çünki heç kim 27-28 necə ki bu illər elədiniz, 27-28-ləri çox göstərə bilməyəcək. Ya da ki, çalışsınızsa əvvəldən axıra qədər model tipli testlərdə və digərlərində saldığınız formada testlər salın. Məsələn, baxın, misal olaraq göstərirəm. Bax, bu 45-ci sual nəyə lazımdır bu cür sual? Aydın məsələdir. Görünür ki, din eksperti götürüb kitabı qabağına qoyub, onların adətidir. Cümlə sualları salıb. Xüsusən baxın, burada 1 və 1-2. Yəni buradakı məsələn ikinci sualı abituriyent kompüter deyil ki, beynində əzbərləsin ki, bəli, BMT nizamnaməsində əməl edilməsinin təsdiqlənməsi. Bu cümlənin içindən sual salmağın məqsədi nədir? Mənası nədir? Düşünürəm ki, növbəti imtahanlarda bunlara fikir vermək lazımdır və tarix fənninə olan, mən də ondan razıyam ki, tarix fənninə olan marağı öldürmək olmaz. Abituriyentlər ikinci, üçüncü qruplara daha az müraciət edəcəklər. Necə ki, keçən illəri e, ballar qalxdığına görə artıq bu illəri ikinci qrupa daha çox müraciət edirlər və bəzi repetitorlarında bazarı öləcək. Yəni onu eləməyək cənablar. E, və sonda onu bildirmək istəyirəm ki, İnşallah ki, mənə elə gəlir ki, deyim 53-cü sualı düzəltməlidir. Məndə olan məlumata görə də 53-cü sual barədə
xoş xəbərlər olmalıdır. Lakin digər 2 sual düzəlməyəcək. Buna ümid eləməyin. Siz növbəti imtahana hazırlaşın. İnşallah növbəti imtahanda düzgün cavab axtarmadan, uyğun cavab axtarmaqla siz yüksək nəticədə əldə edəcəksiniz. Sağ olun. Növbəti imtahanlarda görüşənə qədər.